Hər kəsə salam, mən Sevinç. Hazırda Polşanın Gdansk Universitetində ödənişsiz təhsil alıram. Təhsilimlə və vizamla bağlı çoxlu suallar gəlir. Ona görə bugün sizlərə Polşa təhsil vizası üçün səfirlikdə ən çox verilən sualları yığmışam və bunları sizə deyəcəm cavabları ilə birlikdə. Səfirlikdə görüş zamanı verilə biləcək suallar əsasən sənədlərin doğruluğunu yoxlamaq və sizin motivasiyanızı anlamaq məqsədi ilə verilir. Eyni zamanda bu sualları ingiliscə verirlər çox zaman, çünki ingilis dili səviyyənizi başa düşmək istəyirlər. Verilə biləcək ən ümumi sualları deyəcəm sizin üçün. Birinci sual, niyə məhz Polşanı seçmisiniz? Siz deyə bilərsiniz ki, Polşa Avropa İttifaqına daxil olan yüksək səviyyəli təhsilə, nisbətən sərfəli həyat şəraitinə malik olan bir ölkədir. Eyni zamanda tədris ingilis dilində aparıldığı üçün mənim üçün uyğundur. Niyə bu ixtisası seçmisiniz deyə daha da ətraflı sual versələr əgər, mən bununla bağlı demişdim ki, Digital və Chemistry Azərbaycanda olmadığı üçün birlikdə mən bu ixtisası seçmişəm. Gəldik ən kritik suala. Təhsiliniz bitdikdən sonra nə etməyi planlaşdırırsınız? Cavabınız, təhsilimi başa vurduqdan sonra ölkəmə qayıdıb, əldə etdiyim bilikləri tətbiq edərək işləmək və cəmiyyətə töhfə vermək istəyirəm. Siz mütləq bildirməlisiniz ki, inandırmalısınız ki, Azərbaycana qayıdacaqsınız. Digər sual ola bilər ki, bu universitetə qəbul olduğunuzu necə sübut edə bilərsiniz? Cavab, qəbul məktubum, admission letter buradadır və sənədlər arasında çıxarıb göstərməlisiniz. Təhsiliniz necə maliyyələşdiriləcək deyə də sual gələ bilər. Təhsil və yaşayış xərclərim üçün valideynlərim tərəfindən və yaxud da ki, öz tərəfindən təminatım var deyə bilərsiniz və bank sənədinizi təqdim edirsiniz. Polşada qalacağınız yer haradır deyə son vaxtlar çox sual gəlir. Universitetin yataqxanasında yer də ayrılmışdır və ya ev kirayələnmişdir deyə cavab verdikdən sonra siz bu müqavilənizi göstərməlisiniz. Kritik nöqtələrdən biri budur ki, son vaxtlarda 6 aylıq müqavilə olaraq forması istəyirlər sizdən. Siz bunu mütləq təqdim etməlisiniz. Digər sual, ingilis dilini hansı səviyyədə bilirsiniz? Cavabınız B2 və ya C1 səviyyəsində ingilis dilini bilirəm və IELTS sənədinizi göstərməlisiniz. Əgər sənədi göstərsəz, bu çox yaxşı olacaq sizin üçün. Əgər sual çox aparsalar, amma çox vaxt 3-4 sualla kifayətlənirlər, amma əlavə sual verə bilərlər ki, valideynləriniz hansı işdə, hansı vəzifədə işləyir? Bunu deyə bilərsiniz. Bunu sübut edən sənəd də istəsələr, əlavə bir sənəd olaraq apara bilərsiniz. Ən əsas nöqtələrdən biri də həyəcanlanmayın, gülər üzlü olun. Çünki gülər üz insanlara həqiqətən də yaxşı nəzər yetirirlər. Eyni zamanda yaxşı və düzgün geyindiyinizə də diqqət yetirin. Çünki geyim formasına və s. diqqət etməyən insanlara, necə deyim, yəni əhval-ruhiyyə baxımından pis qərar verib viza verməyə bilirlər. Bundan əlavə də təbii ki, yeni suallar verə bilərlər. Çünki səfirlikdə onların günlük əhval-ruhiyyəsində çox şey dəyişə bilir. Yəni buna görə də siz pozitiv düşünün, hər zaman gülərüz olun və bu gülərüzlüyünüzü, məqsədinizi onlara göstərməyə çalışın. Sizə uğurlar.